və din neməti xüsusən şükürlə qorunur. Şükür olsa, sən o neməti qoruyacaqsan. Yox, o nemətin qədrini bilməsən, Allah subhanahu ta'ala şükür etməsən, onda Allah subhanahu bu neməti sən əlindən alacaq. Ona görə Allah subhanahu ta'ala Quran-ı Kərimdə buyurur, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Siz şükür etsəniz, öz neymətlərimi sizin üçün artıraram. وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِ لَشَدِيدٍ Və əksinə, nankör olsanız, bu neymətlərin qədrini bilməsəniz, onda mənim əzabım şiddətlidir. Və şükür də qardaşlar necə olur? Şükür olur birinci dillə. Dillə sən bu neymətin və digər neymətlərin qədrini bilməlisən və dillə təsdiq etməlisən. Yəni, narazılıq etməməlisən. Yəni, müsəlman qardaşlar ümumiyyətlə narazı olmamalıdır. Müsəlman həmişə Allahın qədəri, qəzası, əmri ilə razılaşmalıdır. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm, baxın, nə qədər çətinliklərlə rastlaşıb. 7 övladdan 6-sını itirib, yaxın adamlarını itirib. Lakin heç vaxt narazı olmazdı və heç vaxt kədərlənməzdi. Yəni, depressiya, müasir dildə desə, depressiya düşməzdi. Həmişə Allaha şükür edərdi və yaxşı zənn edərdi. Ona görə hətta ölüm anında son nəsihətlərdən biri olub ki, əhsinu billahi zan. Yəni, Allah barədə yaxşı zənn edin.